Azərbaycanlı milyarder Vahid Ələkbərovun ötən həftə sonu Qarabağa səfəri ictimai və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Səfər çərçivəsində onu Azərbaycanın bir neçə naziri və yüksək rütbəli məmurların müşayiət etməsi bu ziyarətin təkcə şəxsi xarakter daşımadığını, daha geniş iqtisadi və strateji məqsədlərə xidmət etdiyini göstərir. Qlobal İnfoza danışan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Vahid Ələkbərovun Qarabağa səfərində qeyri-adi heç nə yoxdur. Stat: Rusiya-Azərbaycan münasibətlərində müəyyən suallar mövcuddur. Lukoil Rusiyanın ən böyük şirkətlərindən biridir və bu ölkədə ən çox vergi ödəyən qurumlar sırasındadır. Eyni zamanda şirkət Rusiya hakimiyyətinin siyasətinə sadiqliyi ilə seçilir. Digər tərəfdən Vahid Ələkbərovun Qarabağa səfərinə diqqət yetirdikdə bunun məntiqli olduğu aydın görünür. O Azərbaycanlıdır və ölkə ilə bağlı məsələlər onu da düşündürür. Bundan əlavə, Lukoilun Azərbaycanda uzun illərdir maraqları var. Şirkət 1990-cı illərdən etibarən ölkədə fəaliyyət göstərir və yanacaq doldurma məntəqələri başda olmaqla müxtəlif obyektlərə sahibdir. Hesab edirəm ki, Vahid Ələkbərovun Qarabağda aparılan bərpa prosesinə maraq göstərməsi bu baxımdan təbiidir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.